Hamıya salam. Bu günlər bizlə Amil Mustafayevdir. İsə sözü verirəm Amilə. Buyur Amil. Mən Amil Mustafayev, yəni vurğuladığınız kimi 23 yaşım var, 13 il, 14 ildir ki idmandayam. Beynəlxalq turnirlərdə də döyüşmüşəm, professional da döyüşmüşəm, yəni fərqi yoxdur. Yəni mən sambo judodan gəlmişəm, yəni bilənlər yaxşı bilir. 8 ildir ki judo samboda yığmada məşq eləyirdim. MMA-ya keçdim sonra 4-5 ildir ki MMA-da fəaliyyət göstərirəm. Yəni MMA-ya da keçəndə yəni mənə yaxşı bilənlər bilir ki, mən ancaq professional döyüşmüşəm. Bu mövzu bizə çox maraqlıdır və hamıya bildirmək istəyirəm ki, Amil Mustafayev niyə bizim qonağımızdır? Amil mənim diqqətimi əslində köhnədən çəkir. Kiminsə yadı 21-də IFL təşkilatı olmuşdu, hansı ki televiziyada da yayımlanırdı. Mənim bildiyim qədərilə təşkilatçılar İbrahim və Heydər Məmmədəliyev müəllimi idi. Buradan onlara salam göndəririk. O təşkilatda mən Amili ilk tanıdım MMA-da. Ondan qabaq yəni tanımırdım. Çünki mənim judo samboya o qədər də marağım olmayıb. Açıqdası orada çox gözümə belə deyək ki, xoş gəlirdi Amil. Orada qələbə seriyası ilə davam eləyirdi və orada səhv etmirəmsə sonda yarı final idi, yoxsa 4-1 idi. Orada Denis Məlikovla qarşılaşmasında xal hesabı ilə məğlub olur, amma bu məğlubiyyət gecənin döyüşünə layiq görülən performans olur. Ancaq son müddətlərdə Amilin daha çox qələbəsindənsə biz məğlubiyyətlərini görürük və Şerdokuna da baxanda bu onsuz da göz qabağındadır. Amil Şerdokovu özün desən daha yaxşı olar. Buyur. Belə deyim də, mən Şerdoku deməkdən heç vaxt utanmıram. İndi onsuz da başdan ayağa hamınıza izah eləyəcəm yəni mən. Öz günahımdır, öz səhvimdir, yəni səhvlərimi onsuz da düzəldəcəm. Çünki mən döyüşdən necə deyim, hələ çəkilməmişəm, heç vaxt arxaya da çəkilməmişəm. Yəni mən döyüşün içindəyəm hal-hazırda, səhvlərimi də özüm düzəldəcəm. Yəni 11 məğlubiyyətim var peşəkar döyüşdə. Amma yəni kimlərlə döyüşdüyümü, hansı liqalarda döyüşdüyümü yəni girib baxa bilərlər, yəni nə səviyyədə. Maraqlıdır. Amma biz fikirləşirik ki, belə deyək ki, dedin ki, mənim hələ 23 yaşım var. Mən MMA idman növünə çox maraq vermiş birisi olaraq həm səni və başqa da bütün gənc idmançıları demək olar ki, tanıyıram. Bizə isə maraqlıdır ki, bu məğlubiyyətlər ard-arda gəldikcə səni necə olurdu ki, xarici ölkələrdə, yəni arenalar səni döyüş təklifi qəbul edirdilər və kimlənsə döyüşməyə razı olurdular. Bunun arxa planı bizə çox maraqlıdır və yəqin ki, bunun ən yaxın şahidi sənsən. Bizə bu haqda biraz danışsan, mənə elə gəlir ki, izləyicilərə də çox maraqlı olar. Buyur. Belə deyim də, mən başlayanda yenə elə vurğuladığın kimi IFL liqasında başlamışam. Heç mən o döyüşə keçəndə mən ümumiyyətlə MMA nədir bilmirdim, yəni yumruq təpi atmağı bilmirdim. Yəni mən ilk yumruqlarımı küçədə atmışam, küçədə başlamışam, yəni küçədən gəlirəm, belə yəni çox adam başqa cür başa düşə bilər, yəni avarazad olmamışam. Prosta çöldə yəni öz dostlarımla məhəllədə ya məhəllə tilində əlcəklər zad özümüzü almışıq, elə məşq eləmişik. Belə təsadüfən yəni Instagramda fırlanırdım, IFL liqası çıxdı qabağıma. Yəni quruculardakı yəni hamı tanıyır, İbrahim Məmmədəliyevlə Heydər Məmmədəliyev, sağ olsunlar, yəni onlar kömək elədilər mənə, heç vaxt da yadımdan çıxartmaram. Yəni mən birbaşa təşkilatın özünə yazmışam ki, yəni mən döyüşmək istəyirəm, hər gün yazırdım, sağ olsunlar ki, təklif elədilər, çağırdılar. Yəni mən özümə çox inanırdım, yəni yaxşı da göstərdim özümü ondan sonra. 4-1-ə kimi gəldim, yəni 32 döyüşçü var idi, yəni 4-1-ə kimi gəldim, 4-1-də də ki, yəni hamını yaxşı tanıyanlar bilir köhnələr, Denis Məlikovla döyüşdüm. Yəni sekundantlar da ki, yəni hamımızın tanıdığı kimi Akşin Babayevlə Əli Quliyev olubdu. Yəni həmin adamdan mən belə deyim də, yəni girib Denis Məlikovla döyüşmə baxsalar, görəcəklər ki, yəni 3 round xala qalmışam. Yəni MMA anlayışım yoxdur. Hansı vəziyyətlərdən çıxmışam, nələr eləmişəm, yəni o videoların onsuz da hamısı var. Bir sual verim. Maraqlıdır. Dedin Denis Məlikovun sekundantları Akşin Babayev və Əli Quliyev idi. Mənə elə gəlir ki, hər kəs onları tanıyır. Akşin Babayevin adı mənə elə gəlir ki, Azərbaycanda markadır, brend halına çevrilib. Maraqlıdır ki, Denislə döyüşündən sonra sənə hər hansı bir təklif və yaxud da bir şey gəlmişdi onlar tərəfdən, yoxsa yox? Sağ olsun gəlmişdi, yenə deyirəm, mən bunu heç vaxt yadımdan çıxartmaram. Yəni mən gəldiyim yolu heç vaxt arkadaşlarım mən yadımdan çıxartmıram. Yenə deyirəm, iki qardaşlarım Məmmədəliyev Heydər, İbrahim Məmmədəliyev, onlar mənə çox kömək oldular. Sağ olsunlar, o vaxt Renzo Greys var idi. Yəni onlar işlədir. Yəni onlar mənə zala təklif elədi getməyimi, gedib məşq eləmişəm onlarla.
Yəni sonra sağ olsun belə deyim, Aslan Mövsümov var idi. Yəni onu bilənlər bilir, tanıyanlar tanıyır. O da dəstək olmaq istəmişdi. Yəni dəstək olmaq istəyən həmin vaxtlarda çox idi mənə. Prosta yəni bəzi səhvləri mən eləmişəm. O səhvlərə görə də Elə mövzunun bu yerində elə yaxşı açıldı. Biz bu gün Amilin səhvlərinə görə buradayıq. Yəni öyrənmək istəyirik ki, Amil, yəni bu səhvlər sən deyəndə nəyi nəzərdə tutursan, biraz daha ətraflı və geniş danışa bilərsən bu barədə. Çünki mən səni izləyirəm, dediyim kimi sən 2022-dən başlamısan bu məğlubiyyət seriyasına. Buna səbəb ən başlıca olaraq nə oldu? Sən yolunu nə dayandırdı və sonra niyə belə oldu? Buyur. belə deyim də onda başdan danışacağam biraz, yəni yormayım sizi. Yəni amma lazım olan məqamlara toxunacağam burada. Yəni heç kim üstünə götürməsin, yəni götürən də götürsün də, yəni belə maraqlı deyil. Hə, səhvlərimdən danışaq onda yaxşı, dediyin kimi. Yəni mən belə deyim də, məndə bir yönəltmə səhv oldu açığı. Yəni başa düşəcək yoxsa nə demək istəyirəm. Mənim yönəltmə, belə deyim də maddiyyat, bir də yönəltmə səhv oldu məndə. Yəni o vaxtda yəni bilənlər yaxşı bilir. Hal-hazırda da orada döyüşlərimiz çox döyüşüb. Oktagon liqası, yəni tanıyanlar yaxşı bilir, Qazaxıstanda yerləşir. Yəni mən orada 2019 idi səhv eləmirəmsə, təxmini yadımdadır. Yəni mən orada Oktagon 21 seriyası ya da 24 idi deyəsən döyüşmüşdüm. O seriyada yəni Azərbaycanlı yox idi. Yəni Oktagonda Azərbaycanlı yox idi. Yəni həmin döyüşdən mən bir həftə əvvəl Azərbaycanda öz ölkəmizdə məğlub olmuşam. Məğlub oldum, bir həftə içində 12 kilo çəki saldım, getdim Oktagona. Yəni orada Azərbaycanlı döyüşmürdü açıq. Reysine çıxdım, yəni mənim açıq yəni bilirdilər ki, yəni ora uzacağımı bilib göndərilmişdim məncə. Yəni çox adam inanmırdı mənə. Yəni mən getdim, həmin döyüşü də utdum. Yəni orada udanlardan, Azərbaycanlılardan yəni mən idim. Məndən sonra ora belə necə deyim, yol açıldı kimi. Yəni çünki orada Azərbaycanlı. Yəni sən demək istəyirsən ki, Oktagon liqasında ilk Azərbaycan bayrağının dalğalanması məhz sənin tərəfindən olub, düzdür? Yəni öz ölkəmizdə belə getsə, yəni Ruslan var idi, o vaxt adı Ruslan idi. Yəni o da ki, səhv eləmirəmsə, harada Qazaxıstanda ya qarağa ölkədə məşq edib orada döyüşübdü. Amma iminli burada məşq edənlərdən, öz müziklərdən bəlməli. Aha, maraqlıdır. Davam elə zəhmət olmasa. Heç Oktagonu döyüşdüm, qayıtdım. Qayıdandan sonra mənim belimdə zədə oldu. Yəni 2 dənə belimdə yırtıq var. Yəni zədə bir müddət məşq edənmədim saat. Ondan sonra Oktagon mənə 4 döyüşlük kontrakt vermişdi, 4 döyüşlük. Aha. Yəni mən o hazırlaşacaqdım. Yəni qayıtdım. Həmin döyüşə çıxanda gözümə görə, mənim gözüm zəif idi. Yəni Oktagona çıxdım ki, yəni udmalıydım, başqa yolum yoxdur. Udduğum puldakı gedib əməliyyata verdim. Ha, yəni sən əməliyyat üçün getmişdin o döyüşə, yoxsa nə? Mən fikirləşdim ki, yəni mən bunu udmalıyam da, yəni başqa yolum yoxdur. Çıxdım döyüşü uddum, gəldim, həmin o verilən pulla ki, gözümə əməliyyat elətdirdim, təzədən yenə qayıtdım. Aha, və sonra beldə yırtıq əməliyyat. Bəli, fiziki məşqdə yəni beldə yırtığı oldu. Bir müddət məşqi buraxdım, sonra təzədən qayıtdım. Qaydanda sən sadəcə qəfəsə qayıtdın, yoxsa məşqlərə qayıtdın? Çünki mən sənin döyüşlərimə baxmışam. Adətən başlayanda çox aktiv başlayırsan və qarşındakı rəqib çox peşəkar və səndən daha təcrübəli olmasına baxmayaraq, yəni yetəri qədər müqavimət göstərə bilirsən. Lakin çox keçmir ki, elə ilk raundda da məğlub olursan. Mən buna əslində başlıca səbəb olaraq məşqsizliyi, yəni davamiyyətsizliyi düşünərdim. Amma istəyərdim ki, sənin öz fikirlərini alım. Buyur, danış. Məşqsizlikdir, düzdür, o da heç. Məşqsizlik də var, amma yəni hamımızın, yəni çox adamın bildiyi, yəni idmançıların yəni bir dənə problemi varsa, o da maddiyyatdır. Aha. Yəni çünki mən qayıtdım, mən döyüşdən heç vaxt geri qalmamışam. Yəni mən açıq döyüşlərimə heç mən karyera, şerdok, yəni o tərəfə heç siyahını yazıb baxmıram ki, məsələn report nədir? Karyera, yəni mən sırf dalaşmağa çıxıram, yəni. Çıxırmış qəfəsəyə izləyicilərə maraqlı döyüş göstərim. Yəni onlar həm döyüş görsünlər, həm də içəridə dalaşmaq. Yəni mənim planım ancaq dalaşmaq olub. Dalaşım. Yəni maddiyyat da ki, çox önəmli idi. Yəni həqiqətən mənə çox lazım olan məqdərdə elə pullar təklif olunubdu ki, yəni məcbur idim ki, o pula çıxım döyüşüm mən. Yəni başqa yolum yox idi. O pullar normalda bir döyüşçünün, yəni ki, belə deyək də, döyüş həyatına atılıb artıq başqa işə ehtiyac olmayacağı məbləğlərdən gedir söhbət, yoxsa çox xırda məbləğlərdən gedir söhbət? Yəni belə deyim də, yəni mən açığı burada pulları deyəcəm, yəni kanalları deyəcəm nə qədərdir. Aha. Yəni 200, 300 dollar olubdu, 500 dollar olubdu, 300 plus 300, 200 plus 200 olubdu. Məsələn, prosta o pul mənə elə bir momentdə lazım olubdu ki, mən məcbur olmuşam ki, o döyüşə çıxım. Yəni indiyənə qədər mənə tanıyanlar da yaxşı bilir ki, yəni mən heç bir döyüşdən atqaz eləməmişəm. Çıxdığım döyüşçülər də ki, yəni göz qabağındadır. Bu mövzuya toxunmaq istəyirəm. Döyüşlərdən atqaz getmədiyini dedin.
Və mənə aydın oldu ki, sən belə deyək ki, zədədən sonra idmandan uzaqlaşmısan, yəqin ki, başqa bir işlərlə məşğul olmusan və maddiyyat probleminə görə atılan yarışları qəbul etmisən. Mənə isə maraqlıdır. Qəbul etmisən, bəs ora gedəndə məğlub olacağını bilirdin, yoxsa qalib olacağını Heç düşünürdün? vaxt. Yəni heç vaxt ağlımda, yəni ay məğlub olacağam, zat gedirəm ora, zat məğlubiyyət heç vaxt olmayıbdı mənim ağlımda. Yəni həmişə, yəni kim olur olsun, döyüşdüyüm yaxşı döyüşçülər var, yəni girib baxa da bilərlər. Yəni mən həmişə onu udmaq məqsədi ilə getmişəm döyüş. Məşq Maraqlıdır. eləməsəm belə, yəni o fikirdə olmuşam. Bəs bu məğlubiyyətlər, məsələn, olduqca dedin ki, inanırdım qalib olacağıma. Əslində maraqlıdır, çünki mən idmançının psixologiyasının məhz o yarışa hazırlıq əsnasında düzəldiyini fikirləşirəm. Çünki belə deyək ki, bir idmançı fiziki hazırlığı ilə yanaşı psixoloji da çox hazırlaşır. Əsasən də məsələn yarışın son 3 həftəsi mi deyək, son 2 həftəsi mi deyək, onun üzərində çox hazırlaşırlar komandalar ilə birlikdə ki, çünki həm xarici ölkə, xarici belə deyək ki, arena və qəfəsin atmosferası deyilən bir şey var. Yəni bunu idmançılar təbii ki, məndən daha yaxşı bilər. Həmin o qəfəsin atmosferası və sair şeylərlə sən özün tək başına mı başa çıxmısan? Ya həmin o ondan sonra baş verən məğlubiyyətdən belə deyək, özünü necə toparlamısan və yenidən qəfəsə addım ata bilmirsən o travmadan, yəni. Buyur. Yəni deyirəm, Oktagona mən çıxıb döyüşmüşəm də, yəni bunu bilənlər bilir, yəni Oktagon ilk seriyalarından döyüşmüşdüm. Belənsə deyim, mən ora gedəndə, yəni mənim yanımda müəllim yox idi. Yəni sekundant, müəllim, yəni heç kimsiz getmişəm ora, yəni 4 nəfər getmişdik. Oradan da yəni 4 nəfərin arasında bir dənə mən qalib olmuşdum. Yəni mənə sekundant, müəllim, yəni qəfəsin qırağında heç kim olmuyordu. Bəs sən, mənə çox maraqlıdır. Mənə elə gəlir ki, xaricdə döyüşmək istəyən, gənc peşəkara addım atmaq istəyən həvəslər idmançılarımız məncə bizi çox izləyəcək. Və mənə maraqlıdır ki, sən ümumiyyətlə idmançılara o qəfəsin atmosferasını hiss eləməməyi, yəni özlərini orada rahat hiss eləməyi üçün nəyi məsləhət görərdin? Dedin ki, yəni mən bunu komandasız, müəllimsiz və sekundantsız özümə eləyirəm və qəfəsdə rahat oluram. Bununla bağlı istəyərdim ki, danışasan. Yəni deyirəm, o adamın özündən nasıl olan şeydir, yəni psixologiyası, heç kimin psixologiyasına mən qarışa bilmərəm. Yəni o səndən asılı bir şeydir, necə başa salımsa. Yəni əslində bir dənə psixologiya burada rahat ola bilərsən ki, yəni qıraqdan boş-boş, yəni mən deyilənlərə qulaq asmırdım. Biri deyir düz dayan, yumruq at, alta gir, nə bilim, ayaqlı verim ona. Yəni rəqibi özüm analiz edib özüm döyüşürdüm. Yəni mənim yerimə kimsə analiz eləmirdi. Ona görə də rahat idim. Öz planımla hərəkət edirdim, döyüşlərində də özüm analiz edirdim. Aha, başa düşdüm. İlk belə deyək, mənə maraqlıdır sən zədədən, bilirəm ki, sən zədəyə qədər də məğlub olmusan. Bunlar heç boş şeydir. Yəni hər kəs başlanğıcda məğlub ola bilər. Məğlubiyyətsiz döyüşçülər var sözsüz. Amma yəni sən məğlub olmuşdun. Mənə maraqlıdır sən zədədən sonra və neçə müddətlik idmansızlıqdan sonra ilk məğlubiyyət aldığın yarış mənə maraqlıdır. Əgər tarix və rəqibin yadındadırsa, o haqqda biraz danışardıq. Yəni belə deyim, 4-5 ay sonradan mən aradan qayıtdım. Elə belimin zərəri olan vaxtı, yəni yenə də zədəli idi. Prosta yenə deyirəm, maddiyyat elə bir momentdə təşriflər gəlibdi ki, yəni onlar haqqında da danışacağam. Yəni səhvlər olubdu, mən də qəbul eləmişdim. Yəni öz səhvim də oldu. Mən heç kimi günahlandırmıram, yəni danışacağam o barədə də. Yəni ilk məğlubiyyətim zədədən sonra Marsel. Yəni Marseli tanımayan yoxdur məncə. Yəni yaxşı tanıyırlar, yaxşı da bilirlər necə döyüşçüdür, greplinqi hansı səviyyədədir. Sən onunla döyüşə çıxanda onun rekordu neçə idi və o hara hazırlaşırdı? Bu haqqda istəyirəm məlumat verəsən. Açığı yəni rekordu məni qorxuzmamışdı. Yəni 10-0 idi. 10-0. 10-0 bəli. Yəni ki, məndən döyüşündə də ki, onun menizerləri var idi orada. Yəni UFC-yə çıxış idi o adam üçün. UFC-yə çıxış. Ki, bəli, yəni məni keçsə, UFC ilə kontrakt demişlər ona. Yol açılacaqdı. Və sən 5 ay idmansızlıq plus zədə ilə təklif gələn kimi qəbul edib, yəni oturub təyyarəyə minib getdin, yəni. Elə də oldu bəli. Mən çox məşq eləməmişəm. Prosta elə bir momentdə pul təklif olunubdu ki, yəni əslində o rəqib belə baxanda mənə təklif olunmamalı idi. Hə, yəni təklif gətirən burada mənə doğrudan əslində bu sual çox maraqlıdır. Bilmirəm məndən başqa kimin ağlına gəlir ya yox. Sən idmandan uzaqlaşmısan. 5 aydır idmanda deyilsən və Marsel adında bir həqiqətən də belə deyək ki, canavara, çətin rəqibə, yəni 10-0-lıq idmançıya
Sənə kim o təklif gətirib? Yəni daha doğrusu kimdən əlavə niyə gətirib? Yəni bu hansı biznesdir? Yəni bunu kim eləyib? Mənə çox maraqlıdır. Yəni bunu ad verməyəcəm, yəni qəti şəkildə. Yəni ad vermək istəmirəm açığı. Burada təbii ki, sərbəstsən. Biz sənin burada fikirlərini belə deyə etirafı almağa gəlmişik. Amma yəni maraqlıdır sadəcə olaraq. Ən azından adını deməsən də bu yəni nə idi? Yəni sən bəlkə demişdin ki, pula ehtiyacım var və s. yoxsa burada məsələ necə oldu? O döyüş mənə atılmışdı. Yəni açığı mənim də pula ehtiyacım var idi. Yəni elə bir vəziyyətlər ki, yəni zədədən çıxmışam, işləməmişəm 4-5 ay, yəni o pul mənə lazım idi. Aha. Mən onu qəbul eləmişəm. Belə deyim də, yəni başa düşən düşər, düşməyən özü bilər. Yəni bu mənə maraqlı deyil, yəni. O döyüş məsələn karyeramı fikirləşən olsa, məsələn, o döyüş əslində mənə lap mən qəbul eləmişəm, sənə nə olub söhbətidir. Karyeramı fikirləşən deyəndə mən buradan belə başa düşdüm ki, adını çəkməsən də sən deyəsən menecerdən danışırsan. Yəni başa düşənlər onsuz da düşüb, baxanlar da yaxşı bilir. Aha, Görənlər çünki də yaxşı görür. Belə deyək, idmançıların karyerası təbii ki, menecerdən asılıdır. Yəni belə deyək ki, idmançı özünə təbii ki, döyüşlər tapa bilməz, liqalarla saziş bağlaya bilməz. Bu işi görən menecerlərimiz var. Düzdür, mən 1-2 menecer tanıyıram Azərbaycanda və onlar yaxşı işlər görüblər və hətta son bizim UFC çıxışımızı belə alındıran belə deyək ki, menecerlərimiz var Azərbaycanda. Yaxşı menecerlər var. İndi bilmirəm sən onlardan danışırsan, yoxsa mən deyən insanları tanıyırsanmı? Ümumiyyətlə menecerlər haqqında Azərbaycanda yəni düşüncələrim maraqlıdır. Buyur. Yəni mənim danışacağım onsuz da, yəni bu dəqiqə oradan baxanlar çox yaxşı bilir mən nə danışıram, nə demək istəyirəm, sözümün altında nələr var. Aha. Yəni bəli, yaxşı menecerlərimiz də var. Yəni olmayanlar da var. Yəni ad çəkmək istəmirəm, yenə deyirəm. Bəzilərini çəkərəm, bəzilərini çəkmərəm, amma yaxşı iş görənlərdən məsələn, mənə o vaxt çox sağ olsun, yenə dəstək olmuşdu. Yəni o vaxt mənə təklif də eləmişdi, yəni döyüş barəsində Şiraslan məsələn. Şiraslan, hə, aha. Yəni tanınmayan yoxdur. Düzdür, mən də onu izləyirəm, bəli. Yəni Şiraslan müəllim sağ olsun mənə dəstək olmuşdu yarışlara. Sonra Cavad Məmmədov. Düzdür, onu da bilirəm. bilirəm. Adam yəni koreksi, UFC, yəni gedir də, yəni rahat işləyir, yəni döyüşçülər də var. Yaxşı menecerlər var. Cavaddan da sənə təklif gəlmişdi, yoxsa sən o sadəcə olaraq tanıyırsan? Beləsinə tanıyıram, belə Instagramda da məsələn danışmışam. Yəni yaxşı insandır beləsə. Yəni baxanda da yəni menecer kimi onsuz da yəni adam görürsüz nələr eləyir. Aha, başa düşdüm. Yəni deməli sən düzgün hərəkət edirlər. Yəni sənin danışdığın həmin o səni yönəldən tamam başqa menecerdir. Belə başa düşdüm. Yəni bu ikisi Bəli, də yəni başqa menecerlər işte mənim məsələn elə bir təkliflər olunubdu ki, elə bir təkliflər olunubdu. Yəni mən onları qəbul eləməmişəm, elə öz yerimdə qalmışam. Yenə başa düşənlər düşür. Yəni bugünkü gün sən günahı özündə görürsən ki, yəni kaş mən o təklifləri qəbul edərdim. Yəni əslində həmin vaxt eləməli idim. Prosta yəni yenə deyirəm, maddiyyat, ağıl, yəni biraz üzdə göstərilənlər mənə biraz başqa cür olmuşdu. Yəni mən yəni görsəniş başqa idi. Maraqlıdır ki, bu dediyin cəsarətlilik, bu hardan baxsan düzdür. Məsəl üçün, mənim üçün bir adam üçün bu sadəcə dəlilikdir ki, 5 ay, 6 ay idmansızsan, zədəlisən və bu cür rəqiblərlə, yəni Marseldən başqa rəqiblərin də yəqin ki, keyfiyyətli və təcrübəli idmanslar olublar. Sən onlarla döyüşü tamamilə məşqsiz formada, hazırlıqsız formada qəbul etmisən və yəni gedib rahatca o qəfəsə girmisən. Bu ola bilərmi ki, sən dediyin ki, küçə mədəniyyəti ilə böyümüsən, yəni özünü küçədə yetişdirmisən. Ola bilərmi ki, küçədə yəni insanın mən arxaya addım atmaram, mən cəsarətliyəm və s. olan təlqinləri ilə olub. Yoxsa bu sadəcə biznes planı idi və səndə uğursuz alındı? Yox, mənim qəti şəkildə yəni biznes olmayıbdı, yəni ağlımdakı, yəni mən çıxım, yəni ağlımda belə bir plan olmayıb. Mən prosta dalaşmışam, yəni küçədən yenə deyirəm. İlk yumruqları mən küçədə atmışam. Yəni küçədə yəni baş verənləri az-çox bilir də adamlar ki, yəni necə söhbətlər gedir çöldə, yəni nələr olur. Yəni mən elə olubdu ki, küçədə də qalmışam. Yəni ya böyük hadisələr də olubdu. Başa düşdüm. Mən orada dalaşmışdım, prosta yəni dedim elə çöldə dalaşacağıma, yəni çıxıb qəfəsdə dalaşım, ən azından pul qazanım. Başa düşdüm. Bəs sən belə deyək ki, sənə harda bəlli oldu ki, sən karyera qurmalıydın və sən karyera üçün gecikmisən yox, ancaq bir qədər yanlış addımlar atmısan. Bu sənə, yəni belə deyək ki, nə vaxt artıq hardasa başa düşməyə başladın ki, sən deyəsən səhv edirsən və yanlış yoldasan. Yəni bunu nə vaxt başa düşdüm, belə deyim, elə indi başa düşmüşəm açığı. Yəni təzəlicə demək istəyirəm.
Yəni çünki fikir verirəm, yəni nətər deyim, hal-hazırda yəni onun yəni tanımayan yoxdur, bilməyən yoxdur. Yəni TikTokda yəni tanımıram deyən adamlar da tanıyır. Yəni Ruslan müəllim. Ruslan müəllim, Məmməd Qəsanov, Məmməd Həsənov, bəli, bəli. Ruslan, Məmməd Həsənov. Aha. Yəni çox sağ olsun, indi mən Abbasov Top Teamdə məşq eləyirəm. Yəni mənə çox böyük dəstək oldular. Yəni zala dəvət elədilər, sağ olsunlar. Yəni mən hər axşam yəni orada gedən məşqlər yəni tamamilə başqadır. Yəni gəlib görməsələr belə deyim də bilməyəcəklər. Aha. Yəni Ruslan müəllimlə məşq etdiyin belə deyək zamandan bəri sənə aydın oldu ki, sən karyera baxımından səhv addımlar atmısan. Bəli, bəli. Yəni mən orada yəni gördüm ki, yəni mən səhv addımlar atmışam. Sağ olsun Ruslan müəllim, yəni ya çox yaxşı ağıl verir, yaxşı taktika ilə məşq keçir, məşq göstərir. Yəni belə deyək ki, bizlər və EMOMA-da olanlar sənin rekorduna girib baxıblar, amma sən özün indi başa düşmüsən ki, rekorda baxmaq lazımdır. Yəni rekord, yəni karyera rekord mənim ümumiyyətlə heç ora sayta girib yazmırdım ki, rekordum necədir. Yəni o dərəcədə, yəni mən dalaşmağı xoşlayıram. Çıxırdım, dalaşırdım ki, yəni qəfəsdə yəni o qıraqdan qışqırıq, atmosfera, yəni mənə belə maraqlı deyil. Daha da əksinə mənə həvəs verir. Yəni mən onsuz da baxanlar bilibdir ki, yəni məndən kim üz-üzə gəlibdirsə, yəni acələ face to face olsun. Yəni face to face-də məsələn, birini deyəcəm adı. Eləman Çertəyevlə döyüşmüşəm Nayzədə. Girin o döyüşə bir dənə baxın. Eləman Çertəyevin əvvəlki döyüşlərinə baxın, görün necə döyüşübdür. Yəni rəqiblərinə çox böyük travma veribdi. Özü o mənlə döyüşdüyü üçün, yəni Taylandda Tiger Muay Thai-dan çıxıb gəlmişdi yəni döyüşə. Yəni həmin döyüşə bir dənə girin baxın, yəni necə olubdu. Yəni öz döyüşünü mənim üstündə göstərə bilməyib adam. Və sən həmin vaxtlarda Abbasov Top Teamdə deyildin. Bəs hardasa məşq edirdin, yoxsa başqa işlərlə məşğul idin? Özüm üçün belə deyim. Özün üçün, tək. Özüm prosta mən tək məşq eləmişəm. Yəni mən küçədə və yəni küçəyə, hara fırlatsam küçəyə qayıdıram. Yəni gəldiyim yerdə heç vaxt yaddan çıxartmıram. Hardan gəlmişəm, sonra yadımdadır. Ən böyük çətinliklərdə elə məndə gücrə eləyən oldu. Başa düşdüm. Yəni ona görə indi belə deyək ki, getdiyin yolda təslim olmağı yox, məhz davam eləməyi seçirsən, belə başa düşdüm. Çünki biz bu gün buradayıqsa, yəqin ki, bu videonun sonunda hamı ilə sağollaşıb gedib başqa işlə məşğul olmayacaqsan da, düzdür? Yoxsa idmanda? Yox, o idmandır. Yəni tam yəni başqa səviyyə fikirləşirəm. Mən inşallah ki, eləyəcəyik. İnşallah, təbii ki. Sənə yaxşı təkliflər gəlmişdi və sən dedin ki, bu təklifləri, yəni belə deyək ki, yola çıxdığım insanı tərk eləməmək adına rədd eləmisən. Bəs indi deyirsən ki, yəni belə ayılmışam, belə deyək ki, və artıq doğru addımlar atmaq istəyirəm. Yəni indi biraz planlarından danışsan, yəni nə etmək istəyirsən, bu yol necə və kimlərlə getmək istəyirsən, bu haqqda danışsan, yəni çox maraqlı olar mənə. Yəni mənə yenə deyirəm, yaxşı təkliflər olunubdur. Yəni ən azından təklif eləməsələr, yəni mənə necə deyim sizə? Yəni yaxşılıq eləmək istəyənlər olubdur. Yəni məsələn biri elə Şiraslan müəllim, yəni tanıyanlar tanıyır. Aha. Şiraslan sonra iki qardaşlar mən heç vaxt yaddan çatmıram. Yəni ilk onların liqasında döyüşmüşəm mən. İbrahim Məmmədəliyevlə Heydər Məmmədəliyev. Aha. Yəni hal-hazırda onların zalı da var, Məmmədəliyev Suku. Yəni bilənlər bilir. Yəni onlar mənə dəstək olmuşdu həqiqətən. Zala da salmışlar. Renzo Greyzə də getmişəm. Orada da uşaqlarla məşq eləmişəm. Yəni yaxşı təşkilat oldu. Prosta yəni mən kimlə başladı? Yəni mən yanımda olan adamları heç vaxt yaddan çıxartmıram deyə, yəni təzədən olduğum yerə qayıtmışam, belə deyim. Yəni yarıda heç kimi buraxmamışam. Hə, başa düşdüm. Amma belə başa düşdüm ki, onlar səni yarı yolda qoyublar, ya da səni səhv yönləndiriblər, doğrudur? Yönləndirmə səhv olubdu, bəli. Yəni bunu, yəni mən deməsəm tutaq işte, yəni mən sizə bunu deməyim. Yəni bunu bilənlər bilir. Prosta mən burada danışıram ki, yəni rahat. Bilməyənlər də bilir. Maraqlıdır ki, məsələn, sənin prizmandan baxdıqda, səncə həmin o səhv yönləndirmələr, yəni həmin insan bunu bilərək, qəsdən, yəni özünü düşünərək edib, yoxsa o sənin üçün yaxşı olacağını düşünərək bu addımları atıb? Yəni bu haqqda da danışsan yaxşı olar. Yəni belə sizə belə bilən bir şey deyim də. Yəni mən oktagonu döyüşmüşdüm, yenə deyirəm, düzdür, udmuşdum, gəlmişdim. Yəni, Aha. 2-1 zad idim də. Yəni rekordum yəni çox yaxşı idi, yaxşı vəziyyətdə idi. Yəni belə bir insana məsələn 10-0-lıq rəqibi tutaq ki, yəni yaxşı rəqibi təklif eləmisən. Okey də mən də razılaşıb çıxıb bir dəfə döyüşmüşəm, uduzmuşam. Doğru. Bir dəfə oldu belə, çıxdım, uduzdum. Yəni bu işi ard-arda 2 dəfə, 3 dəfə, yəni çıxıb mənim döyüşdüyüm döyüşçülərə baxsaz, yəni rekordlarını da görəsiz, hansı səviyyədə olduqlarını da görəsiz. Yəni dalbadal belə bir şeyin gəlməyi sizə nədən asılı ola bilər?
Yəni təbii ki, Yəni o insan döyüşü mən tapmıram ki, gedib rəqiblərimi mən tapmıram. mən dediyin insan kimdir bilmirəm, amma təbii ki, qıraqdan baxan bir insan olaraq fikirləşərəm ki, yəni bu insan yəqin ki, öz maraqlarını, öz mənfəətini güdərək hansısa bir insan, yəni belə deyək ki, karyerasını düşünmədən və yaxud da onun, yəni belə deyək də, gələcəyi idmanda gələcəyi qura bilməyəcəyini düşünmədən sadəcə öz maraqlarını güdərək bu addım atdığını düşünmək olur. Təbii ki, indi bu belə deyək ki, sizin öz aranızdadır. Mən sadəcə olaraq qıraqdan sənin danışdıqlarından fikir bildirə bilərəm və mən istəyirəm biraz daha davam eləyək. Maraqlıdır ki, yəni sən bəli, döyüşləri artıq qəbul eləyirdin, cəsarətli idin, məğlubiyyətlərlə sonlanırdı. Bəs indi isə bu məğlubiyyətlərdən sonra idmana qayıtmaq üçün özünü necə toparladın? Yoxsa məğlubiyyətlərlə əvvəlcədən barışırdın deyə narahat olmurdun? Bu haqda istəyirəm biraz danışasan. Yəni açıq məğlubiyyətlərlə barışmamışam, yəni barışa bilmirəm. Yəni mənim hər dəfə yəni yadıma gəlir. Düzdür, yəni mən rəqiblərimə həmişə çətinlik yaratmışam. Yəni istəyir bir round olsa, yəni elə yenə deyirəm. Yəni girib baxa bilərlər onsuz da. Yəni elə rəqiblərlə döyüşmüşəm ki, yəni çox yaxşı səviyyədə olublar. Yəni mən maksimum çalışmışam ki, yaxşı döyüş göstərmişəm də. Yəni bir şey ki, məsələn, rəqiblə döyüşürdüm, düşəndə yəni Aycana Naizədəki mənim ən axırıncı döyüşüm olubdu. Girin Naizədə olan axırıncı döyüşə bir dənə baxın, nələr elədiyimə. Yəni bir round içində. Yəni biz qəfəsdən düşmüşük. Yəni izləyicilər məsələn rəqibi gedib təbrik eləməklə, rəqibə dəstək olmaqla, yəni Naizənin öz təşkilatçıları, yəni oradan olan rəhbərlər hamısı mənim yanıma gəlmişdi. Yəni məni təbrik edirdilər. Ondan əlavə yəni görmək istəyirdilər də belə deyim. Hamı mənim ətrafıma yığışmışdı. Başa düşdüm. O döyüşdə yəni rəqibi bildiyim başqa. Doğrudur. Sənin döyüşlərini təbii ki, mən dediyim kimi izləyirəm. Yəni AFL liqasından səni tanıyıram. Yəni izləyirəm səni. Amma təbii ki, düzdür. Mən bu səbəbləri bilmirdim. Elə sən mən biləndə ki, sən, yəni ümumiyyətlə biz belə deyək, Amil Mustafayevə təklif götürdük. Yəni bizə artıq maraqlı gəldi ki, bu məğlubiyyətlər niyə olur? Çünki Amilə mən o vaxtlar izləyəndə yadımdadır. Çox inanırdıq ki, yəni bu insan belə deyək ki, ikinci Tofiq Musayev olacaq. Yəni Tofiq Musayevə buradan salam göndərir. Çünki Tofiq Musayev Azərbaycanı, yəni MMA idman növü üzrə yəni bütün dünyada tanındı. Yəni onun şöhrətindən ümumiyyətlə danışmağa ehtiyac yoxdur. Yəni Tofiq Musayev onsuz da şöhrəti ilə hər yerdə tanınır. Yəni belə deyək ki, fikirləşirdik ki, yəni Mustafayev də öz fərqli stili ilə, öz məktəbi ilə MMA-da yəni çox gözəl nəticələr verəcək. Təəssüf ki, çox təəssüf ki, yəni başqa cür oldu nəticələr. Düzdür, hələ heç nə bitməyib. Əgər sənin özünün beynində bitməyibsə, deməli başqalarının fikri o qədər də önəmli olmur. Yəni bu belə oldu. İndi isə maraqlıdır ki, dediyin kimi idmana davam eləyirsən və mən belə deyək, həm də gördüm ki, sən deyəsən müəllimlik fəaliyyətinə başlamısan. Elə düzdür. İndi biz bu gün elə Amilin zalındayıq. Studiyamız yoxdur bu arada. Kimsə dəstək olmaq istəsə buyura bilər. Hansı şəraitdə çəkdiyimizi yəni görürsünüz. Hə, yəni müəllimliyə başlamaq ümumiyyətlə fikri necə gəldi, yarandı? Yəni ümumiyyətlə həm uşaq hazırlamaq, həm peşəkar idman karyerasını davam eləmək çətin olacaqmı və sən hansı proseslərlə qarşılaşacağını gözləyirsən yaxın gələcəkdə? Çətinliyi belə birinci bir dənə mövzuya toxunmaq istəyirəm o Tofiq Musayev haqqında. Yəni Tofiq Musayev belə deyim, çox şöhrətli, yəni həqiqətən çox yaxşı döyüşçülərdən biridir. Yəni onu tanımayan yoxdur da. Yəni tanımıram deyəndən hamısı tanıyır. Yəni axırıncı dəfə məsələn Tofiq Musayev, yəni düzdür UFC-də məğlub oldu. Ondan sonra yəni bəziləri yəni bilirlər, yəni ağızlarına gələn danışırlar yorumlarda. Heç döyüşdən anlayışı yoxdur. Adam yumruq ata bilmir. Doğrudur. Yumruq ata bilmir, danışırlar belə elə. Yəni amma heç kim Tofiq Musayevlə üz-üzə gələnməzlər. Qaldı ki, yəni oturub burada danışırlar belə eləyərəm, elə. Nə bilim yumruq ata bilmir, gəlib Tofiq Musayev haqqında danışır. Yəni adam mənə görə MMA-da, Azərbaycanda yəni əfsanə kimi bir şeydir. Yəni UFC-yə çıxıbdı faktda. Yəni UFC-dəki yəni hər bir döyüşçünün xəyalıdır. Amma həmin adam bu UFC-də kontrakt imzalayıbdı. Doğrudur. Yəni məncə də yəni çox yaxşı nəticələr göstərəcək. İnşallah, təbii ki, mən səninlə razıyam. Təkcə yəni Azərbaycanlı olduğuna görə yox. Yəni xarici belə olsaydı mən Tofiq Musayevin stilini çox bəyənirəm. Yəni adam həqiqətən MMA idmanı üçün tam fərqli bir yer tutur da. Yəni
öz aurası, döyüş stili və s. xarakteri çox yəni doğrudan belə deyək ki, izləyiciyə xoş gələn tərzdədir. Amma istəyirəm ki, mövzumuzdan çox yaymayaq. Aha, səndən danışırdıq. Sən gələcəkdə hansı proseslərlə qarşılaşacağını gözləyirsən? Çünki belə deyək ki, yeni addım atmısan mən bilən həm müəllimliyə, həm yenidən peşəkar karyeri davam eləməyə vurğulayaq ki, doğru addımlarla. Maraqlıdır ki, doğru addımlar olaraq, ilkin planlar olaraq nələr var fikrində? Normalda yəni planlarımı çox deməyə xoşlamıram yəni. Prosta yəni oradan buradan deyəcəm yəni açıq. Məsələn, müəllimliyə düzdür başlamışam, amma yəni mən bir müddət müəllimlik elədim. Məsələn, müəllimliyə başlayanda məsələn çox məşq eləmirdim. İstəyirdim ki, uşaqlar daha yaxşı öyrənsin. Yəni onların bacarığı mənim üçün yəni başqa bir səviyyədə. İstəyirəm ki, yəni bildiklərimin hamısını uşaqlara öyrədim. Beləncə deyim, məsələn, yəni klubum da var Fight Baza. Yəni bu Fight Bazanı mən yəni məktəb kimi eləmək istəyirəm. Yəni xarici səviyyələrdə, yəni xaricilərdə elə var ki, yəni klubun adı yəni başqa cür qlobalda tanınır. Yəni elə bir səviyyəyə gətirmək istəyirəm. İnşallah da ki, gətirəcəm. Yəni bəzi şeylər demək istəmirəm, amma yəni olacaq. Qaldı ki, öz döyüşməyim barəsində mən yəni 23 yaşım var. Düzdür, səhvləri, yəni məğlubiyyətlərimin səbəbi mənəm, yəni bu öz günahımdır. Səhvləri mən eləmişəmsə də düzəltmək mənim əlimdədir. Yəni indi o səhvləri düzəltmək üçün də belə deyim də, yəni ağıllı seçimlər eləməliyəm. O ağıllı seçimlərdə ki, mənə gərək menecer desin. Nətər deyim sizə? Yəni belə deyək ki, bəyəndiyin menecerlərdən təklif gözləyirsən, yoxsa necə? Nəzər bilir, yəni mənə yaxşı təklif olunsa, yəni mən bu dəqiqə yəni razıyam da, yəni döyüşməyə. Yəni düzgün addım atmaq istəyirəm deyə. Yəni düzgün yönəldən olsa, ya mənə bir ağıllı fikir verən olsa, yəni mən dayanmayacağam. Yəni çox adam bilir nə demək istəyirəm. Başa düşdüm. Və prosta deyişəm də, yəni ad seçməyəcəm. Aydındır. Bugünkü söhbət üçün sənə xüsusi təşəkkürümü bildirirəm və ondan əlavə olaraq da bizi dəvət eləmisən, öz zalında bizə yer ayırmısan. Buna görə də təşəkkür edirəm. Çünki dediyim kimi bizim yerimiz yoxdur, çöldə bayırdayıq, studiyamız yoxdur. Və son olaraq istəyirəm ki, nəticəni sən çıxartmısan və bu şeyləri yəqin ki, sən bilirsən, yaşayanlar, yaşamaq ərəfəsində olanlar varsa, yəni karyera səhvləri və idmandakı bəzi bilinməyən, görünməyən tərəflər. İstərdim ki, son olaraq gənc idmançılara, düzdür, özün də gəncsən, amma sən bu səhvləri təəssüf ki, tez atmısan. Gənc idmançılara və ümumiyyətlə peşəkar döyüşən idmançılarımıza, tam tanınmayan idmançılarımıza son sözlərin, məsləhətlərin və bizim kanal haqqında son fikirləri bildirərsənmi? Çünki sonra sağollaşacağıq. Buyur. Yəni belə bir-iki şey deyim. Məsləhətdən əlavədə. Yəni bu məsləhət kimi çıxmasın. Yəni öz döyüşmə qalanda bir-iki şey vurğulamaq istəyirəm. Yəni Azərbaycanda yəni döyüşçülər var ki, yəni sıfırda gedir, yəni çox belə məğlub edilməzdir, undisputed, nə bilim nə, belə 8-10-0-da. Yəni onlara düzdür, sözüm yoxdur, yəni onlar yəni yüksəlir, halaldır, yəni. Prosta bir yerdə partlayacaqlar, yəni bunu yaxşı bilirlər. Yəni bir yerə kimi qalxacaqlar. Yəni 1-0, 2-0 Misiri, İranlı döyüyüm, nə bilim, xaricdən leşləri döyüyüm, yəni bilirlər də məsələn nə demək istədiyim. Yəni torba döyə bir yerdə o partlayacaq. Torba bir də görürsünüz ki, partladı, gəldi üstünə. Yəni yaxşı bilənlər bilir nə demək istəyirəm. Yəni 10-0 düzdür, mən məğlub olmuşam. Yəni 11 dəfə məğlubiyyətin professionalı var. Mən ömür boyu professional döyüşmüşəm. Hələ 23 yaşım var. Yəni bunu düzəltmək mənim əlimdə, yəni heç nə. Amma dəstək olanlar olsa, mən bilirəm ki, bunu düzəldəcəm. Yəni qat-qat artığını da eləyəcəm. Yəni sosial mediada mənə TikTokda ya da Instagramda baxsaz, yəni nələr elə biləcəyimi ən azından görəcəklər. Yəni belə deyim, İranlı Misiri ilə döyüşməklə deyil. Yəni mənə girib baxsaz, yəni elə bir döyüşsən, elə bir liqalarda döyüşmüşəm ki, yəni mən təkcə klasır boyda döyüşmüşəm MMA Əlcə ilə. Amma bazen məsələn güləşə meyilli olanda, yəni mən çılpaq əlində 3 round döyüşmüşəm. Yəni mən dalaşmağı xoşlayıram. Yəni eyb yoxdur, yəni mən başlayanda biraz elə bir yuxarıdan aşağı gəldim. Amma aşağıdan yuxarıda qalxmaq mənim əlimdə. Düzdür. Məhəmməd Əli demişəm də, yəni əsas yıxılmaq deyil, qalxmaqdır. Mən sənin fikirlərinlə tam razıyam və son olaraq yəni gənclərə onu məsləhət görmək istəyirəm ki, yəni tələsməsinlər, yəni ən böyük səhv, yəni tələsməsinlər. Bir də deyilən çox şeyə məsələn qıraqdan, yəni dost tutması, yəni olur da, yəni qıraqdaşlara qulaq asmasınlar. Bir də yuxarı qalxmaq istəyəcəyin adamı döyüşdə, yəni sənə kim ki döyüş verəcək, onu düzgün seçsinlər. Yəni sənə düzgün döyüş gələndə, yəni elə ola bilər ki, sənin pula ehtiyacın olar. Sən razılıq verərsən, o razılıq verməz.
Yəni o razılıq verilməsə qəbul eləyin gedin də. Yəni o sənin yaxşılığını istəyir. Amma yox 10-0-dan 15-0 sənə təklif olunubdur. Yəni menecerin də razıdırsa, yəni sənin göz qabağındadır da, yəni düz getmir. Çıxasan, uduzatsan, əlavə gələn pul o deyil. Yəni mən karyera fikirləşmədən dalaşmağa getmişəm ora. Ona görə düzgün adamla, düzgün komanda ilə, düzgün seçim eləyib, komandan əgər yaxşıdır, düzgünsə, menecerin sənə dəstək olursa, yolu açmaq istəyirsə elə də qalxmaq olar. Və yəni bunu da deyim, fight baz olaraq mənim məşqlər keçirik. 1-3-5 saat 9-un yarısında, yəni gəlmək istəyən gələ bilər. Yəni çox şükür ki, yəni alınsa məsələn, yəni yarışlara da yönəldə bilərik. Yəni böyük arenalarda yəni özüm döyüşmüşəm, bilənlər bilir haralarda döyüşmüşəm. Yəni 1-3-5 saat 9-un yarısı gəlib fight bazada məşq eləyə bilər. 7 yaşdan yuxarı hamı dəvətlidir, gəlin məşq eləyin. Yəni belə deyək ki, fight bazanın nəzdində olan idman zalına Amil hər kəsi həftənin tək günləri 1-3-5 axşam 9-un yarısından 11-in yarısına neçə yaş qruplara daxildir? Yəni belə deyim də 7 yaşdan yuxarı gələ bilərlər, 8 yaş belə deyim. Hə, 8 yaşdan yuxarı hər kəsi həvəskar və peşəkar keçirilən məşqlərinə dəvət edir. Maraqlıdır, mən özüm də deyəsən gələcəm, xoşuma gəldi. Bir ara elə məşqə baxırdım. Aha, buyur. Yəni bir də onu deyim ki, yəni indi yerindən duran, yəni müəllimdir, yerindən duran. Oturur məsələn, biraz blogerdir, tutaq ki, 8-10 min takipçisi var, o idan eləyim, video eləyim, keçin müəllimliyi eləyim. Yanına da gəlir 5-10 uşaq, baxırlar ki, nə kombinasiyası verim, internetdən götürüb verirlər. Yəni bu, nətər deyim, yəni uşağı yəni qabağa sala biləcəyi bir şey deyil. Yəni reallığa uyğun olmayan fantastik yəni yerindən duran müəllimlik eləyir də. Yəni yerindən duran deyir ki, müəlliməm, gəlin məşq keçin. Məşq, onun yanına məşqə gedənlər belə, yəni aralarında mən özüm şahidi olmuşam. 3-4 nəfər, içsəndən ən azı 1-2-3 nəfər bilirəm nə üçün gedir. Yəni adamın yəni baxışları yaxşı olur, izlənmələri yaxşı olur. Gedin bir dənə videoda düşün. Yəni tanınmaq üçün. Kimsə kimisə yanında biraz videoya düşür, izlənməsi çoxalır, taraf gedir zal açır. Yəni yerindən duran zal açır, klub adı qoyur, zal açır, klub adı qoyur. Hə, başa düşdüm. Yəni mən klub adı qoymuşam, indi çoxumuz bilirəm oradan danışırsınız ki, gəl sən neynəmsən, məğlub olmusan zat. Yəni o məğlub olmusan deyənlər var ha. Yəni inan ki, onların bir-ikisi ilə mən sparingdə dayanmışam, and olsun Allaha ikinci randa çıxa bilməyiblər. O, maraqlıdır. Amma yəni mən bu boyda yəni yarışda görmüşəm, kamera arxasında, yəni arxada nələr olduğunu çox yaxşı bilirəm. Yəni mənim yanımda məşq edən adamlara da mən onu yaxşı izah edə bilərəm ki, yəni neynə. Elədiyim səhvləri elə mən uşağı elətdirməsəm o bəs eləyir elə ona. Başa düşdüm. Yerindən duran yox, müəllim oldum, zal açdım, buyurun gəlin. Çox iddialı danışdın. Yəni burada bütün sözü yəni mənə birdən yazan, ay belə elə, yəni mən lüboy vaxtı yəni mənə tapmaq istəyən rahat tapar. Yəni heç kimdən də qorxub çəkinmirəm, eləmirəm. Yəni mən bunu konkret yəni üzdə deyirəm. Yəni yerindən duran gedir zal götürür, adını da qoyur ki, müəllim, nə bilim, filan günlərdə dərs keçirik. Yəni 62-70 hazır olun, 66-70 hazır olun. Həmin adamlar bu dəqiqə çıxmır qabağıma. Çox iddialı danışdın. Açıqcası məndə təbəssüm də yarandı. Bu qədər belə açıq sözlü olacağını gözləməzdim. Amma yəqin ki, at çəkməyəcəksən, heç istəmərəm də ki, çəkəsən. Onsuz da yəqin ki... Çəksən belə də heç eləyənməzlər. Yəni məndən yəni o başqadır. Yəni o mən deyiləm. Yəni bilirsiniz nə demək istəyirəm. Yəni o mən deyiləm. Yəni məndən o deyil də yəni. Başa düşdüm. Çox belə nəsə ortam qızışır, türklər demişkən. Yox, çox elə danışıq gedir. Yəni bir-ikisi yəni məndən elə bir şey demək istəmişdi. Yəni o bir də o məndən salam-sal eləməyib. Yəni bunun da üstü bağlı deyirəm. Yəni mənə gəlib ay yazan o bu. Yəni mən açıq sözlü danışıram. Yəni hamısını da deyirəm. Yəqin ki özümdə çünki şey eləmişəm, nə deyim, klub işlədirəm. Yəni heç olmayan bilən adam nəsə desin, bildiniz nəfər. Başa düşdüm. Yəni mənim sağolacaqda yəni resultatlarım da var, məğlubiyyətlərim də var, amma onları düzəldəcəm o heç. Başa düşdüm. Müəllim olur, trener olur. Maraqlı mövzudur. Əslində mənim də diqqətimi çəkib, amma təbii ki, mən heç kimin işinə qarışmıram. Bu idman içində olan sənsən, sənin fikirlərin yəqin ki, daha dəqiq olar. Ad çəkməyə ehtiyac yoxdur. Onsuz da yəqin ki, sözləri kimi ünvanlamısansa, onlar səndən birbaşa yəqin ki, əlaqə yaradacaqlar. İnan ki, əlaqə yaratsalar belə, yəni özləriniz yanında. Buradan açıq deyirəm, əlaqə yaratmır. Sən xeyrimizə deyirəm. Başa düşdüm. Biz bu məsələyə çox qarışmayaq. Bu arada da yəni səhifədə yəni deyərsiniz, sən güya TikTok zat video zat paylaşmırsan. Hələ özüm də paylaşıram. Düzdür. Amma baxır nə paylaşıram, nələr eləmişəm, nə paylaşıram. Başa düşdüm. Əlcək geyinməyən adam əlcək geyinib məşqə çağırmamışam heç kimi. Aydındır, başa düşdüm. Və son olaraq istəyərdim ki, Just Fight
kanalımız, səhifəmiz haqqında səmimi amma dürüst fikirlərinizi bölüşəsən, buyur. Yəni Justified kanalı, yəni belə deyim də, yəni TikTok səhifəsinə girsələr elə bəs eləyir. Yəni izlənmələrə bir dənə baxın. Yəni nələr olduğunu, nələr danışıldığını diqqətlə analiz eləsələr görərlər. Yerindən duran bax yenə deyirəm, mən açıq danışan bilirəm. Buraya keçirlər məsələn, nə bilim, analiz səhifələri çoxalır, zat bilmirlər nə danışırlar. Yəni həqiqətən döyüşən, yəni sənlə də yəni kamera arxasında biraz danışmışıq. Yəni mən səni tanıyıram kimsən, nəsə necə məşğul olmusan. Yəni sən bu işin içindəsən, sən olar. Belə deyim də, yəni nailiyyətimi də bilirəm. Təşəkkür edirəm. Yəni ona görə yəni yerindən duran xəbər səhifəsi, analiz səhifəsi, yəni var. Yenə deyirəm, yaxşılar var, bir-iki dənə yaxşılar var. Burada Justified həqiqətən yəni bu kanala dəstək olsaz, yəni bu çünki tam başqa səviyyədə olar. Yəni bir-birimizə dəstək olmalıyıq. Ayrıca Türkiyə olsun məsələn. Orada Fight Digital var, 8 Gen var. Doğru. Yəni görün onlara necə dəstək olurlar. Doğrudur. Yoxsa burada yəni indi biz bu şəraitdə belə reportaj edirik də, indi bunu studiyada da eləyə bilərdik, daha maraqlı şeylər ola bilərdi. Amma yoxdur. Yoxsa yerindən 2 dənə pulu olan yenə gedir studiya götürür, başlayır danışmağa. Düz yenə döyüşləri qabağa çıxartmağa çalışır. Zaten yəni bilən bilir mən nə demək istəyirəm. Doğrudur. Həqiqətən fikirlərin üçün çox təşəkkür edirəm. Yəni bir dənə də onu deyim ki, yəni hər öz işi ilə məşğul olsun da. Yəni gedin öz işinizi görün. Başa düşdüm, aydındır. Biz isə sağollaşırıq. Amil Mustafayevə bir daha təşəkkür edirik və videonu sonlandırırıq. Hər kəs uğurlar, salamat qalın.